Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyentlər, müəllimlər. Bugün sizlərlə bir yerdə 11-ci sinif vəsaitində səhifə 146-da yer alan və A, B, daha sonra C və D variantlarında olan 10-luq sualı, ümumilikdə 40 sualı izah edib sizə dəstək olmağa çalışacağıq. Nəzərinizə çatdırım ki, bu vəsaiti həm bloka, həm də buraxılışa hazırlaşanlar işləməlidir, eləcə də müəllimlər. Çünki müəllimlər də həm bir şagirdə xidmət göstərəndə, eləcə də özləri MİQ və ya sertifikasiya imtahanı verəndə buradan çox bəhrələnəcəklər. Buradan çoxlu qeydlər, materiallar çıxarmaq olur ki, mən də izah edərkən geniş izah verib sizə dəstək olmağa çalışacağam. Ümid edirəm ki, hamı üçün faydalı olar. Növbəti imtahanlarda hər birinizə uğurlar arzulayıram. Bu vəsaitin izahının tam olaraq kanalda yerləşdirilməsi üçün bizə dəstək olmalısınız və bunun üçün də sadəcə bəyənmək, ürəyiniz istəsə şərh atmaq kifayətdir, şərh yazmaq kifayətdir. Bir-biri ilə amonimlik təşkil edən sözlərin işləndiyi cümlələri müəyyən edin. Məsələn, burada eyni işlənən sözləri biz qeyd edib daha sonra müzakirə edək. Firuzə bir stəkan çay süzüb, yerində oturdu, dərs kitabını nəzərdən keçirməyə başladı. Burada yer, burada da yer var. Eləcə də burada da yer var. Sonra, Akif yaxşı yerdə işləyir. Araz cəbhəyə könüllü getmək üçün müraciət etdi. Kəndimiz həmin yerdən 2 kilometr kənarda yerləşirdi. Sonra Araz var, burada da Araz var. Növbəti ifadəmiz hər iki sahilinin əhalisi tikanlı məftilləri yıxmaq üçün çayın kənarına yığışmışdı. Bax, burada da çay. Mən eyni olan sözləri, yəni gözümün əsas seçdiyi sözləri burada sizin üçün qeyd elədim. Baxın, buradakı yer sözləri amonim deyil. Ona görə ki, yer burada, yer sözünün müxtəlif mənaları var. Birisi məkan mənasındadır. Məsələn, oturduğun yer, durduğun yer, Firuzənin oturduğu yerdən danışır. Burada Akifin yaxşı yerdə işləməsi vəzifə. Burada biraz da məcazilik sezilir. Məcazi mənada işlədiyi yer mənasındadır. Bu amonim cüt sayılmır. Çünki fərqli bir məna yoxdur, uzaq bir məna yoxdur burada. Yenə burada da məkandan danışır deyə yer sözlərinin heç biri burada amonimlik xüsusiyyətinə malik olmayacaq. Sonra Araz var. Deyir, Araz cəbhəyə könüllü getmək üçün müraciət etdi. Burada bəlli olur ki, Araz burada nədir? Xüsusi isimdir. Yəni adam adı, kişi adı. Növbəti də Arazın hər iki sahilindən danışırsa, Araz çayından bəhs edir. Bu da xüsusi isimdir. Dəyərli şagirdlər, xüsusi isimlər amonim cütü təşkil edə bilməz heç vaxt. Məsələn, gül sözünü balaca ilə yazırsan gül çiçəyi olur, böyüklə yazırsan qadın adı olur. Heç bu da amonim cüt sayılmır. Çünki burada fərqli bir məna yoxdur. Yəni bir insana bu tip adların verilməsi və ya hər hansı bir bölgəyə ad verilməsi, yəni onun amonim cütünü təşkil etməyəcək. Bunu da silək. Amma baxın, bir stəkan çay. Çay nədir burada? İçməli bir vasitə içki kimi düşünə bilərsiniz. Amma buradakı çay nədir? Artıq bir su hövzəsidir də, düzdürmü? Bir coğrafi obyekt kimi düşünün. Artıq bunlar tamamilə fərqlidir və bir-birindən əlaqəsizdir. 1 və 5-ci cümlələrdə olan çay sözləri amonimlik təşkil edir. Bu deməli testlə mən çay sözünün necə amonim olduğunu sizə göstərdim. Mətndə buraxılmış durğu işarələrinin işləmə ardıcıllığını müəyyən edin. O da mənə ürək-dirək verirdi. Bax, birdən fikir zad edərsən, ha, ata, deyirdi. Qoşa nöqtə, dırnağı açıram. Bax, birdən fikir zad edərsən, ha. Vergül gəlib, ata nədir? Xitabdır, deyirdi də müəllif sözüdür. Bax, vergül tiri, vəssalam, burada da zaten dırnağı bağlayırsan. Belə bir məqamda, məsələn, biz baxdan sonra adətən abituriyentlər meyl edir vergül qoymağa. Bax, orada adi feil deyil ki, mən orada təsriflənən feil götürüm və cümlənin əvvəlində gəlib özündən sonra başqa cümlə başlayır deyə vergül və ya durğu işarəsi qoyum. Bax, orada ədatdır. Ona görə heç bir şey qoymuram. Deməli, qoşa nöqtə dırnaqlar var. Sonra da vergül varmı? Var və tiredə var. Cavabımız elə A variantı olacaq. Çərçivədə verilmiş mətnin strukturunu və üslubunu nəzərə alaraq onu genişləndirmək üçün uyğun olan cümləni müəyyən edin. Baxın, müəllimlər adətən şikayət edirlər ki, biz balaca mətnləri rahat yaza bilmirik. Belə-belə bu mətnləri yazaraq işə başlaya bilərsiniz. Eləcə də məzunlar, yəni imtahan verəcək şagirdlər, 11-lər, buraxılış blok fərqi yoxdur. Belə sualları yazmaq lazımdır. Çərçivədə verilmiş mətnin strukturunu və üslubunu nəzərə alaraq onu genişləndirmək üçün uyğun olan cümləni müəyyən edin. Dağlar onun gözəlliyinə heyran qaldı. Çiçəklər ona qibtə etdi. Ay dağlar arasından boylanaraq ona baxdı, məftun olub
vərəm aldı. Günəş onu görməyə tələsdi, lakin rəngi saraldı getdi. Burada bir gözəllikdən danışır. Nəyinsə bir gözəlliyi, günəşi, ayı, dağları, çiçəkləri özünə heyran buraxıb və hətta günəşin, ayın bir növ bilirsiniz ki, bu cisimlər həmişə gözəllik obyekti kimi tərənnüm olunur. Onlar belə bu gözəlliyin yanında qibtə edir və biz təxmin edə bilərik ki, hardasa burada bir qadın gözəlliyindən danışır. İgidlər dərdə düşdü, olar, hüsnünə dastan dedi aşıqlar, bu da olar və sorağının ellərə yayılması bu da olar ki, hər kəsi təsirləndirib bu gözəllik. Onu insanlar çox gözəl hesab edirdi. Baxın, fikir verin, quru cümlədir. Qurudur. Məcazi olar bir-iki yerdə problem yoxdur. Məsələn, deyir, gözəlliyinə görə ona rəğbət bəsləyirdilər. Rəğbət bəsləmək nədir? Hə, məcazidir. Amma 1, 3, 5-in məcaziliyi ilə sizcə 2 ilə 4-ün ki 1-dirmi? Əlbəttə ki, yox. Çox zəif qalır. Ona görə 1, 3, 5 bədii üsluba daha uyğun olan cümlələrdir. Qüvvə sözünün işləndiyi cümlələrin semantik xüsusiyyətlərini, yəni məna xüsusiyyətlərini nəzərə alaraq üslubunu müəyyən edin. Bədii rəsmişgüzar elmi üslub. Yerin cazibə qüvvəsinin kəşfi fizika elmində əsaslı dönüş yaratdı. Qüvvə sözü burada terminoloji funksiyadadır və elmi mətndədir. Bu qanun təsdiq olunan gündən qüvvədədir. Təbii ki, rəsmişgüzar üslubun daxilində işlənib, çünki qanundan danışır. Öz qüvvəsinə arxalanıb, elin arxa və dayağı oldu. İnsanın qüvvəsindən danışır. Bu da bədii üsluba uyğun olacaq. C, B, A, yəni A variantı. Daha sonra hansı durğu işarələri vasitəsiz nitqlə bağlı deyil? Bax, bayaqki sualda mən nədən istifadə elədim? Bax, dırnaqdır, qoşa nöqtədir, bax, vergül tiri. Bunlar hamısı onunla bağlıdır. Bunları sil. Defisdir. Defis nədir? Hecaları ayıranda, sözləri sətirdən sətrə keçirəndə, mürəkkəb sözlərin ortasında, məsələn, deyirsən, qapı baca, yaxşı, pis, belə. Nidadakı cümlə ilə əlaqəlidir istənilən cümlədə. Yəni, onların vasitəsiz nitqlə əlaqəsi yoxdur. 4-6 D variantı. Təbriz də bizimdir, Göyçə də nümunəsində hansı ifadəyə əsasən ellipsdən istifadə edildiyini söyləmək olar. Bu hadisənin baş verməsi üçün ixtisar baş verməlidir. Baxın, normalda nədir bu cümlə? Təbriz də bizimdir, Göyçə də bizimdir. Nitqdə artığın qarşısını almaq məqsədi ilə müəllif bizimdir sözünü burada ixtisara salıb. Və mən buradakı üçüncü sözün sayəsində bildim ki, burada da bizimdir ifadəsi olmalıdır. Deməli, 3. Bəndlərin birində sözlər quruluşuna görə digərlərindən fərqlənir. Bu çox maraqlı sualdır. WhatsApp kanalımızda bu barədə paylaşım etmişdik. Baxın, deməli, işdən işləmək, yazdan yazılmaq. Buradakı hər iki söz nədir dəyərli şagirdlər? Düzəltmədir. Qalxmaq sadə, danışmaq sadə. Dandan danış olası deyil ki. Ölçmək sadə, kəsmək sadə. Yaramamaq sadə, tullamaq sadə. Dinləmək sadə, dindən dinlə olası deyil ki, sadədir. Belə ki, bu sualdan biz soruşmaq sözünün də sadə götürüldüyünü başa düşməliyik. Əks halda variantda qüsur alınır. Çünki doğru cavab A variantıdır ki, düzəltmədir bütün feillərimiz. Və belə bir nəticəyə gəlirik. Bəzən abituriyentlər deyir ki, ay müəllim, dilimizdə sormaq ifadəsi var. Məsələn, kimdənsə nəsə sormaq. Yəni, soruşmaq, sorğu-sual etmək mənasında. Lüğətə baxdığımızda sormaq ifadəsinə dair nümunənin biraz qədim olduğunu görürük. Bir şeir parçasında sormaq feili sual etmək mənasındadır. Siz də əgər düşünsəz, zənn edirəm mənə də haqq verərsiniz ki, sormaq feili indiki zamanda çox aktiv istifadə olunmur. Bəlkə də bununla əlaqəli dilçilər şərh verərkən sormaqdan soruşmaq yerinə soruşmağa birbaşa sadə götürüblər. Bununla bağlı bəzi kurs kitabları da həmfikirdir bizlə. Çünki onlarda da məsələn hədəfin yeni vəsaitində də sadə feillər cərgəsinə baxsaz soruşmaq feilini görə bilərsiniz və eləcə də dimin özü variantı əsasən belə başa düşürük ki, o soruşmaq sözünü sadə hesab edib. Yəni 7-ci sualdan biz bu qənaətə gələ bilirik. Ona görə doğru cavab A variantıdır ki, biz onu götürməliyik. Bu da maraqlı bir fakt oldu bizim üçün. Yəni bilirsiniz, bəzən elmi cəhətdən bizim ürəyimizə yatmayan şərhləri olur. Bəziləri deyə bilər ki, soruşmaq sözünün kökü qoy sormaq olsun. Yəni hardasa onların da müəyyən bir arqumenti var, amma indi Dövlət İmtahan Mərkəzi nə deyir? Onunla getməliyik. Ağa deyir, sür dərəyə sürürük.
Amma dediyim kimi bir çox yerdə də mən rast gəldim ki, soruşmaq sözünü sadə götürüblər. Yəni bunu da nəzərə ala bilərsiniz. Yəni qəlibləşmiş, daşlaşmış bir şəkilçidən söhbət gedir. Aydındır demək istədiyim. Bəzi sözlər var ki, məsələn, onları biz qəlibləşmiş, daşlaşmış söz olaraq qələmə veririk ki, vaxtı ilə düzəltmə olub, amma indiki vəziyyətində o sadədir. Üslubi cəhətdən digərlərindən fərqlənən cümləni müəyyən edin, deyir. Deyir, bu zaman göylər qeyzlə guruldadı. Hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmaz. Parlaq günəş işığında ilğım çalan, ucsuz-bucaqsız sarı buğda zəmilərinin içindəki kombaynlar dənizdə üzən balaca gəmiləri xatırladırdı və deyir, əsrlərin küləkləri, selləri şəhərin xarabalıqlarından əsər qoymamışdı. Deməli, ilk 3 variantımız və E variantı bədii üsluba uyğun olsa da, D variantı fərqlidir. Çünki ekspertlərin sözlərinə görə enerji içkilər çox zərərlidir. Onlardan çox istifadə filan adını oxumayacağam. Əsəbilik, psixoloji gərginlik və depressiyaya gətirib çıxarır. Verilmiş nümunəmiz də siz buna elmi mi deyərdiniz, yoxsa publistikmi? Bilirsiniz ki, tez-tez xəbərlərdə biz bu tipli cümlələrə rast gəlirik. Məlumat xarakterli olduğu üçün mən buna publistik deyəcəm. Yəni, ekspertlərin şərhinə yer verilib və biz burada nəzərə almalıyıq ki, bu qarşı tərəfə məlumat məqsədi ilə, yəni ictimaiyyətə məlumat məqsədi ilə verilir. Enerji tərkiblərinin içindən və onun hansı xəstəliyə sırf səbəb olmasından danışsa, bəli, elmi üslub götürmək olardı hər halda. Hansı cümlələrdə frazeoloji birləşmələr işlənib, işini belə tezliklə dəyişəcəyi Samirin heç ağlına gəlməzdi. Ağlına gəlmək, xatırlamaq mənasında frazeoloji birləşmə artıq dərk edirdi ki, Südabəni dinləməməklə böyük səhvə yol verib. Yol vermək burada təbii ki, məcazi mənadadır və frazeoloji birləşmədir. Yadelli bir şah doğma yurda basqın etdi. Tağı zəhərli bir təbəssümlə gülümsüyüb əlavə etdi. Qarı həmyerlilərinin bütün nifrətini sükutla qarşılayıb, hər gün dağlara getdi, qucaq-qucaq çiçək gətirdi, xəstəni müalicə etdi. Yəni, bunların heç birində mən frazim görmədim. Kitabda A-dan Z-yə bütün məsələlərə yer verilmişdi. Dəyərli şagirdlər, bilirlər ki, bizim 100% doğru cavabımızdır. Ancaq burada bir məsələni də sizin üçün açıqlamaq istəyirəm. A-dan Z-yə ifadəsi də lüğətlərə baxsanız, frazeoloji birləşmə deməkdir. Əvvəldən axıra deməkdir. Hətta onun alternativ sinonimi də alfadan omegaya şəklində verilir və bu da hərəkət məzmunu bildirməyən frazeoloji birləşmələrdən biridir. Ümumiyyətlə, abituriyentlərin və müəllimlərin elədiyi ən böyük xətalardan biri frazeoloji birləşmələri sırf hərəkət məzmunlu söz olaraq qəbul etmələridir. Yəni ki, biz görmüşük, məsələn, cin atına minmək, nə bilim, ağlına gəlmək, yol vermək, amma unutmaq olmaz ki, A-dan Z-yə və buna bənzər bir çox hərəkət məzmunu bildirməyən frazeoloji birləşmələr də var. Lakin Dövlət İmtahan Mərkəzi variantda qüsura yol verərək 6-nı götürməyib, yenə də siz 6-nı nəzərə alın ki, o 100% frazimdir. Burada artıq Dövlət İmtahan Mərkəzinin suyuna gedə bilmərik. Yəqin ki, arxada bir səhvlik olmuş hesab olunar. Yəni 1, 2, 6 doğru cavab olacaq. Dırnaq, tre və 3 nöqtə durğu işarələrinin qoyulma məqamına görə uyğunluğu müəyyən edin. Statlarda başqasının nitqi kəsildiyi yerdə işlədilir. 3 nöqtədən istifadə olunur. Fikrin bitmədiyini bildirmək üçün cümlənin ortasında və sonunda işlədilir ki, yəni davam edəcək. Təbii ki, yenə 3 nöqtə. Şərti mənada işlənən sözləri fərqləndirir. Dırnaq, məsələn, sən bir şeyi ironiya ilə, kinayə ilə deyirsən və ya nümunə çəkmək istəyirsən, bunları dırnaq içərisində işlədə bilərsən. Məkan və zamanın başlanğıc və bitmə nöqtələrini bildirdikdə işlənir. Bu, hansı işarəyə aid ola bilər? Təbii ki, bu aid ola bilər treyə. Daha sonra dialoqlarda istifadə edilir. Dialoqlarda istifadədə yenə treyə aiddir. Bir də məkan və zamanın başlanğıc və bitmə nöqtələrini bildirdikdə işlədilir. Məsələn, deyirsən, mənim dərsim 20:00-dan deyək ki, 21:30-a kimi davam edir. Fikir ver və burada tre işlətdin. Aydındır. Və ya deyirsən ki, məsələn, Bakıdan Qazaxa gedən avtobus var, yazır ki, üstünə Bakı Qazax treyinə. Bunları deyir. Yəni D variantın birdən aydın olmaz, ona görə izah edim. Bu da belə. İndi keçək növbəti onluğa. Növbəti sualda deyir ki, bədii üslubun səciyyəvi xüsusiyyətlərinə malikdir. Cahandar ağa faciəvi obrazdır, ədəbiyyatdakı təhlillərdəndir, elmi. O hiss etdi ki, düşmən dovşan kimi qorxur, dovşan kimi qorxmaq məcazlik yaradıb.
Cahandar ağa mənfi obraz deyil, elmidir. Çünki bu ədəbi təhlildir. Oxucu Cahandar ağanın halına acıyır. Bu da elmi ədəbiyyatda keçir. Çünki burada oxucunun mövqeyindən danışır və təhlildir, ədəbi təhlil. Cahandar ağaya elə gəldi ki, aradan illər keçdi. Bəli, bu da bədii üslubda hekayələrdə rastlaşa bildiyimiz cümlələrdəndir. Cümlədə hansı durğu işarəsi buraxılıb? Gülsarı yenə də şahə qalxdı, kişniyib ayaqlarını yerə döydü, vurnuxdu, silkələndi. Yəhəri, insanı, dəhnəni, hər şeyi kənara tullayıb azad olmaq üçün yenə qaçmağa cəhd elədi. Baxın, yəhəri, insanı, dəhnəni, yəni hər şey. Burada hər şey ifadəsinə ümumiləşdirici sözdür və ümumiləşdirici söz sadalamadan sonra gələndə tre işarəsi qoyulmalıdır. Cümlədə nöqtələrin yerinə uyğun gələn sözləri ardıcıllıqla yazın. Yavaş-yavaş bir duman gəldi. Qarşıdakı ovuc-ovuc işıqlar bu dumanda yayıldı, tamam görünməz oldu. Desək ki, əvvəl duman gəldi, yayıldı, sonra tamam görünməz oldu, elə cavab A-dır. Öncə duman gəldi demək olar, amma qəflətən görünməz oldu demək olmaz. Çünki dumanın gəlişi tədricən baş verir. Duman bir anda, bir saniyə içində hər tərəfi görünməz eləmir ki, gəlir yavaş-yavaş buludlar kimi. Bax, bu gün sabah heç əlaqəsi varmı? Birdən, anidən. Bunlar da eyni yerə gəlib çıxır. Qəfil baş verə bilən bir proses deyil ki, biz bunu belə adlandıraq. Hansı cümlənin sonunda nöqtə texniki səciyyə daşıyır? Baxın, nöqtə nə zaman texniki səciyyə daşıyır? O ifadələr var, məsələn, və, ilaxır, və s. Sonra yazırıq bir nöqtə. Məsələn, burada 4-ün yanında nöqtə qoyulub. Bu cümləni bitirmək üçün istifadə edilən nöqtə ilə eyni şey deyil ki, buradakı texniki səciyyədir. Və yaxud da yazırıq, məsələn, qayda kitablarında qeyd, nöqtə, sonra da qeydin nə olduğunu verir. Bu kimi məqamlarda fikir versəniz, burada məsələn texniki səciyyə daşıyır. Digər məqamda işlənən nöqtələr isə yalnız cümlənin, necə deyərlər, nəqli cümlənin xüsusən də və ya əmr cümləsinin sonunda işlədilən durğu işarəsidir. Hansı nümunədə publistik üslubun xüsusiyyətləri qabarıqdır? Yulafın zulalında buğdanın zulalından 10% artıq əvəz edilməz amin turşusu olan lizin mövcuddur. Baxın, hər şey milliqram olaraq qeyd olunub və bu elmi üslubdur. Enerji içkilərinin insana əlavə enerji verməsi ilə bağlı iddialar yanlışdır. Əslində bu içki insana enerji vermir, onun daxilindəki enerji ehtiyatını xərcləyir. Təbii ki, B variantı məlumat xarakterlidir, ciddi bir elmiliyə girişməyib. Adını Roma mifologiyasının müharibə tanrısından alan bu planetin səthində dəmir oksidinin geniş yayılması ona qırmızı görünüş verir və o tez-tez qırmızı planet kimi təsvir edilir. Ədəbiyyatdan, mifologiyadan danışır, bu da elmi sayılacaq. Əruz vəzni şeir sətirlərində sabit təqdirlərin dəyişmədən təkrarına əsaslanır. Ədəbiyyat şünaslıqla bağlıdır elmi. Lava vulkan püskürməsi zamanı yer səthinə axıb tökülən və ya təzyiqlə sıxışdırılan, əsasən silikat ərintidən ibarət qızğın maye və ya çox qatı kütlədir. Təbii ki, bu da elmi üslubdadır. Coğrafiyada hər halda bu elmi məsələlər müzakirə olunur. Hansı nümunədə altından xətt çəkilmiş söz böyük hərflə yazılması mümkündür? Baxın, burada vətən, ana kimi ifadələr istifadə olunur. Bu iki ifadə bəzən hörmət əlaməti olaraq böyüklə yazıla bilir. Adətən ana sözünü hörmət əlaməti olaraq, vətən sözünü də yenə yüksək hiss-həyəcanla biz bəzən olur cümlələr qururuq, xüsusən nida cümlələrində buna rast gəlirik. Böyüklə yazdığımız olur, yüksək sevgi, dəyər bildirmək üçün belə edirik hörmət əlaməti olaraq. Kolumbun öz vətəninə dönməsi. Kolumbun vətənindən mənə nə? Adilə anasının təkidi ilə universitetə qəbul üçün qeydiyyatdan keçdi. Həmişə anam deyərdi ki, işlərim nə qədər yolunda getməsə də nikbinliyimi tərk etməyim. Alı vətənindən ayrıldığı gündən özünə yer tapa bilmirdi. Bu vətən bizə qol-qanad, ruh verib. Buna görə də vətən torpağını hər şeydən uca tutmalıyıq. Digər cümlələrdən əlavə fikir versəz, E variantının məzmununda nə var? Vətənə sevgi var, vətəni xüsusi vurğulayıblar. Ona görə onu elə böyüklə yazmaq hörmət əlaməti olaraq gözəl olar. Cümləni tamamlayan nümunəni müəyyən edin. Müharibə illərində bizim qaracalarda olanlar bilirlər ki, onda dolanmaq ucundan adam hər şeyə gedirdi. Kolxozda canı dildən işləməklə bərabər gözümüzdən uzaq olub könlümüzdən də iraq olurdu.
Hamı taxıldan korluq çəkərdi, hər axşam ocaq qalıyıb sacasılardı, istirahət üçün rayonlara gedirdilər, kimi alver edirdi, kimi də şəhərdə fəhləlik edirdi. Doğru cavab E olacaq. Çünki mətndə bizə məlumat verir ki, dolanmaqdan ötürü insanlar hər şeyə gedirdi. Kolxozda işləyən adam bununla bərabər alver eləyir, şəhərdə fəhləlik eləyirdi ki, dolansın. Sırf dolanışığı olsun. Doğru cavab E. Cümlədə altından xətt çəkilmiş sözü əvəz edə bilən sinonimini müəyyən edin. İyunun əvvəllərində onun da Krıma gəlmək fikrindən Katyanın necə sevinclə razı qaldığını xatırladı. Gəlmək düşüncəsi, mülahizəsi, niyyəti, görüşü və rəyi. Doğru cavab C variantıdır. Fikir sözü əlavə olaraq lüğətdə niyyət, məqsəd, məram mənasında istifadə olunur və bir insanın Krıma gəlmək fikri onun nə idi? Niyyətidir. Bu məqamda daha uyğun olacaq. Daha sonra cümləni hansı ifadələrlə bitirmək olar? Könül imtahanını verib universitetə qəbul olandan sonra sanki üstündən dağ götürülmüşdü. Məlum məsələ, şagirdlər universitetə hazırlaşanda çox əziyyət çəkir və universitetə qəbul olanda nə olur? Rahatlaşırlar, üzərindən elə bir dağ götürülür. Heyrətindən söz tapa bilmirdi. Artıq qəbul olub da. Nə heyrət? Neçə dəfə olacaq? Uçmağa qanadı yox idi. Bəli, çünki üstündən dağ götürülüb, sevinir, artıq ciddi bir hazırlıq görəcəyi bir yer yoxdur. Şərti şumda kəsmək nə deməkdir? Qabaqcadan razılığa gəlmək, bir məsələni öncədən müzakirə etməkdir. Yəni ki, bunun bura dəxli yoxdur. Ucundan tutub ucuzluğa getmək, bu isə çox uzunçuluq eləmək, bir məsələni saqqız kimi yersiz uzatmaq deməkdir. Bunun da bu məsələyə heç bir əlaqəsi yoxdur. 1-3. Frazeoloji sinonimlərə aid uyğunluq. Ağlını başından çıxarmaq, əppəy olub göyə çəkilmək, üstündə əsmək. Ağlını başından çıxarmaq, bilirsiniz nə deməkdir? Əppəy olub göyə çəkilmək frazemi maraqlıdır, yox olmaq, qeyb olmaq deməkdir. Üstündə əsmək isə, məsələn, deyirsəni, valideynlər öz övladlarının üstündə əsirlər, yəni hədsiz dərəcədə qayğı göstərmək, qorumaq deməkdir. Pis yola çəkmək, ağlını başdan çıxarmaq olar. Nə insi, nə də cinsi tapılmaq, əppəy olub göyə çəkilmək deməkdir. Hər ikisi yox olmaq, qeyb olmaq deməkdir. Bir işdən iki tutmaq. Baxın uşaqlar, bir işdən iki tutmaq ifadəsi, buradakı iki tutmaq ifadəsidir frazem olan və o amonimdir. Birinci mənada bilirsiniz nə deməkdir? Bir şeydən əl çəkməmək, möhkəm tutmaq. Deyirsən ki, o öz işindən iki tutmuşdu. Əl çəkmirdi yəni. Bir də əzizləmək mənasındadır. Deyirsən ki, o övladlarından iki tutmuşdu. Yəni üstündə əsirdi. Bu mənaya gəlib çıxır. Ancaq fikir verin, iki tutmaq burada tək işləməyib. Burada bir işdən iki tutmaq deyirsə, sırf amonim olan bu tayı düşünürsünüz. Əzizləmək olan tayı düşünə bilmirsiniz ki, onu bura gətirib yazasınız. Başa düşdünüz demək istədim. Ona görə də C çöldə qalacaq. Ərşə çəkilmək, yox olmaq deməkdir. Üfürə-üfürə saxlamaq da üstündə əsmək deməkdir. Deyirsən, valideyn öz övladını üfürə-üfürə saxlayır. Başın üstündə əsir ki, bu dəqiqə bu uşağa nəsə olacaq. Elə bir ki, uşağını yeyəcəklər. Düzdürmü? Və növbəti C variantına keçid edək. Daha sonra C variantında ilk sual. Cümləni hansı ifadə ilə bitirmək olar? Mehriban son dərəcə inadkarlıqla işə girişmiş, üstündən dağ götürülmüşdü. Açıq qıfıla açar salmışdı. Açıq qıfıla açar salmaq mənasız işlər görmək deməkdir. Bu düz olmaz. Açılmayan qapıları açmışdı. Yəni çətin işi görüb rahat olmuşdu. İşə girişən bir adam haqqında bunu demək daha yaxşıdır. Gecəsini gündüzünə qatmamışdı deyir. Qatmışdı desə olardı. Əlinin arxasını yerə qoymuşdu. Əlinin arxasını yerə qoymaq təslim olmaq mənasına gələn frazeoloji birləşmədir. Bunun da əlaqəsi yoxdur. Cümlədə nöqtələrin yerinə əlavə edilə bilər. Kafenin sahibi ona yaltaqcasına qulluq edir, lakin başlamağa cəsarət etmirdi. İfadəyə, çıxışa, sözə, nitqə, kəlməyə. Sözə başlamaq daha münasibdir. Digər ifadələr bəziləri ciddi, yəni rəsmi, məsələn, nitqə çıxışa heç olarmı? Məclisdə deyil ki, bu adam. İfadə və kəlmə isə biraz quru qalır.
Cümlədəki ədəbi dil normalarının pozulmasının sayını müəyyən edin. Uzaqlarda gecə düşürdü. Anasının onu gətirib çıxardığı tutqun torpağa artıq kölgələr enmişdilər. Tutqun bulud olar, tutqun hava olar. Yəni torpağa aid edilməsi səhv leksik norma. Kölgələr enmişdi olardı. Qrammatik norma pozulub. Çünki bizim mübtədamız əgər cansızı bildirirsə və cəmdədirsə xəbərimiz təkdə olmalıdır. Yalnız onun əvvəl mövcud olduğu alaçıqlardan, qazmalardan ağ tüstü ucalırdı yerinə, ağ tüstü çıxırdı desək daha münasib olardı. 2 dənə leksik, 1 dənə qrammatik, cavab C. Rəsmi güzəl üslubdadır. Ləyaqət bir insanın özü haqqında düşüncəsidir, özünə layiq gördüyü, özünə verdiyi dəyərdir. Bu məlumat xarakterlidir. Rəsmi güzəl üslub olması üçün hər hansı bir rəsmi sənəddən götürülməsi lazımdır. Heç vaxt ləyaqət çərçivəsini aşmayın. Ləyaqətli biri özündən zəiflərə qarşı pis davranmaz. Bunlar hamısı nəsihətdir, bunlar məlumat verir. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Baxın, insanların hüququndan danışırsa rəsmi işgüzar sayılır. Şərəf ləyaqətdən doğur. Bu da daha çox bədii oldu. Hansı nümunədə altından xətt çəkilmiş sözün böyük hərflə yazılması mümkündür? Burada hamısında siz ifadəsi var. Siz ifadəsi adətən sənədlərdə və ya rəsmi məktublarda hörmət əlaməti olaraq böyüklə yazılır. Bir vaxt sizin də bizim məktəbə gələ biləcəyinizi təsəvvür edə bilməzdim. Bu binalarda sizin ailənizin də evi olduğunu bilirəm. Həkim sizin bu məsələni ciddi və doğru, üzr istəyirəm, səhv oxudum. Hakim sizin bu məsələni ciddi və doğru danışacağınıza əmin olmaq istəyir. Zərər çəkənin qəyyumu olduğunuz üçün şərtləri nəzərə alaraq sənədə siz də imza atmalısınız. İş yerimin daha yaxın ərazidə olan bir müəssisə ilə əvəz olunmasına icazə vermənizi sizdən xahiş edirəm. Baxın, burada fikir versəniz bir xahişdən danışır və rəsmi sənəd olduğu bəllidir. İcazə almağa çalışır həmin şəxs və hörmət əlaməti olaraq sizi böyüklə yaza bilər. Digərləri adi bir situativ məqam olduğu üçün orada böyüyə ehtiyac yoxdur. Cümləni tamamlaya bilən nümunədir. Çığırtmanı da qoy yanına, faytonda aparım, axundun qulluğuna, orada bahəm yeyib, qiraətlə məşğul olaq. Ya sabah gəl desək, ya sabah gəl bəs sonra, ya da olur əsasən. Məktəbə get, çığırtmanı da qoy yanına. Məktəbdən danışmır axı. Dünən olmaz, dünən qoy yanına deyə bilməzsən. Axşamlar gəl bizim evdə qiraət öyrən. Sonra da deyirsən çığırtmanı qoy yanına. Nəyin yanına qoysun bu çığırtmanı? Bir qab plov çək, çığırtmanı da qoy yanına. Aha, artıq daha yaxşıdır. Yeməkdə menuda əlavə yeməklər daxil oldu. Dialoqda buraxılmış durğu işarələrinin düzgün ardıcıllığını müəyyən edin. Bir gün möhtərəm Mirzə Şəfi Vazeh məndən soruşdu, qoşa nöqtə. Mirzə Fətəli, elmləri təhsil etməkdə məqsədin nədir? Cavab verdim ki, ruhani olmaq istəyirəm. Dedi, sən də riyakarmı olmaq istəyirsən? Burada mı sual ədatı var. Təəccüb elədim ki, bu nə sözdür? Mirzə Şəfi mənim halıma baxaraq dedi, Mirzə Fətəli, xitab, öz həyatını da bu qara güruhun içərisində pus etmə. Başqa bir məşğuliyyət qəbul et. Deməli, yuxarıda qoşa nöqtə, sual, vergül, qoşa nöqtə, sual, vergül. Hansı nümunədə 3 nöqtədən istifadə edilməlidir? 3 nöqtə adətən fikir tam yekunlaşmadıqda və ya hər hansı bir fikir yarıda kəsildikdə istifadə olunur. İskəndər bəyin hər əmrinə hazır olanlar ehtiyaclarını onun vasitəsilə dəf edərdilər. Adi cümlə. Ağ çuxalı, ağ arxalıqlı, iki üzlü buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. Adi cümlə. Birdən kimsə bət-heybət qışqırdı. Qoymayın, qazaxlar apardılar. Burada da başqa durğu işarələri qoyarsan, amma 3 nöqtənin burada heç bir yeri yoxdur. Ven, bəli, bu çətin söhbət oldu. Yəni, bunu nə deyəcəksən? Bura 3 nöqtəni hara qoyacaqsan? Kəmalə anasının qocaldığını açıq-aydın hiss edirdi. İndi isə, fikir verin, fikir tamamlanmayıb. İndi isə nə? Yarıda kəsilib E. Elmi üslubdadır. Cəmiyyətdə avtoritarizmin hökm sürməsi ənənəvi şuurun liderin rolunu həddən artıq şişirtməyə meyil etməsi ilə bağlıdır. Həsən Quliyevin verdiyi bir məlumat xarakterlidir və cəmiyyətin təhlili ilə bağlıdır.
Lider qrupda, kollektivdə hamının aparıcılığını qəbul etdiyi nüfuzlu şəxsdir. Lider sözünün izahı verilib. Bu elmiyə aiddir. Ağır bir ulduzun çökərək qara dəlik meydana gətirməsi prosesini izləsək, gördüklərimizi anlaya bilmək üçün nisbilik nəzəriyyəsində mütləq zamanın olmadığını xatırlamamız vacibdir. Stephen Hawking haqqında verilmiş bu cümlə həqiqətən elmi üsluba uyğundur. Onun şərhidir və bu elmi şərhdən kənara çıxmır və fikir versəz anlaşılması da çətindir. Özünü qanuni qurum kimi təqdim etmək xatirinə qanunlar arxasında gizlənən, ancaq əslində öz qanunlarına hörmət qoymayan diktaturalar uzun sürə bilməz. Bu da sanki aforizmdir. Joseph Goebbels haqqında, daha doğrusu onun dilindən verilmiş və fikir versəniz bu tip ifadələr sadəcə bir məlumat verir və cəmiyyətin təhlilinə aiddir. Burada elmilik hansı elmə aid eləyəcəksən məsələn bunu? Olmur axı. Nə isə etmək istəyən cəmaatın dediyinə fikir vermir, riskə gedir. Bu motivasiya cümləsinin də elmi üslubdan heç bir aidiyyatı yoxdur. Durğu işarələrinin qoyulma məqamına görə uyğunluğu müəyyən edin. Nida, qoşa nöqtə, vergül. Cümlənin sonunda gələn xitabdan sonra işlənir. Məsələn, deyirəm ki, dərslərini oxu, validə. Cümlənin sonundadır, əvvəl gəlibsə vergül işarəsi qoyulmalıdır. Həmcins sözlərdən əvvəl gələn ümumiləşdirici sözdən sonra qoyulur. Məsələn, deyirəm ki, hər kəs, qoşa nöqtə, müəllimlər, şagirdlər, daha sonra valideynlər iclasda iştirak edirdi. Yox, iclas deməyək. Tədbirdə iştirak edirdilər. Fikir versəz, hər kəsdən sonra qoşa nöqtə qoyulmalıdır. Əmri, arayışı və s. imzalayan şəxsin vəzifəsinin adını bildirən sözdən sonra qoyulur. Bəli, məsələn, deyir ki, baş mühasib, qoşa nöqtə, burada da həmin şəxsin adı və imzası üçün yer olur və qoşa nöqtə ilə əlaqəlidir. Şüar məzmunlu cümlələrin sonunda istifadə oluna bilər. Bəli, məsələn, yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır kimi cümlələrin sonunda yadınıza salın. Nə yazırdıq? Nida. Hiss həyəcan bildirən cümlələrin sonunda nida cümləsini deyir və təbii ki, nida işarəsi qoyulmalıdır. Cümlədə buraxılmış durğu işarələrinin düzgün ardıcıllığını müəyyən edin. Ümidim boşa çıxdı. Atam məktubunda yazdı ki, ən tezi 46-cı ildə, yəni bir ildən sonra tərxis mümkündür. Biraz dözüm. Yaman günün ömrü az olar. Ümidim boşa çıxdı deyir və izah etməyə başlayır. 2-dən sonra vergül, ən tezi 46-cı ildə əlavə, yəni bir ildən sonra tərxis mümkündür. Xəbərdən sonra vergül, biraz dözüm. Xəbər, yaman günün ömrü az olar. Deməli, bir qoşa nöqtə, 4 dənə də vergül və qoşa nöqtə 4 vergül ardıcıllıq deyirsə, qoşa nöqtə 4 vergül, yəni doğru cavabımız budur. Mətnə üslubi cəhətdən uyğun nümunəni müəyyən edin. İnsan azadlıqları və haqları var. Bunlar eyni şey deyil. Azadlıqlar anadan gəlmədir, naturaldır. Haqların mənbəyi isə qanunvericilikdir, sosialdır. Maraqlı bir ifadədir. Amma rəsmi işgüzara aid edə bilmərik biz bunu. Yəni, bu bir növ insanlar üçün deyilmiş bir mənalı bir ifadədir ki, azadlıq və haqq var. Bunlar ikisi fərqli şeydir. Bunu bizə izah edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Birbaşa rəsmi işgüzar üslubdur. Çünki fikir versəniz, hamısı ciddi formada təqdim edilmiş cümlələrdir. Azadlıq hər hansı bir sinfin yaxud bütün cəmiyyətin və ya onun üzvlərinin ictimai-siyasi həyatına, fəaliyyətinə mane olan məhrumiyyətlərin olmadığı bir haldır. Azadlıq ifadəsinin nə olduğu izah olunur. Qeyri-ciddi qalır bu nümunə onun yanında. 40 il kölə kimi yaşamaqdansa bir gün azad yaşamaq daha yaxşıdır. Bu ümumiyyətlə bir aforizmdir artıq və bədii üsluba uyğundur. Vətəndaş, məsələn, onun təhsil haqqını övdəyən dövlət qarşısında borclu deyil. Çünki dövlət bununla öz vətəndaşına yaxşılıq etmir, sadəcə öz vəzifəsini yerinə yetirir. Fikir versəniz, baxın, cümlə strukturlarında eyniyyət var. Yəni, ikisi də fərqli şeydən danışır, amma cümlələrin, sözlərin quruluşu eynən birdir. Yuxarıda insanın azadlıq və haqlarının nə olduğundan danışır. Burada isə rəsmilikdən uzaq bir şəkildə bizə bir məlumat verir və D variantı eyni tipdir demək olar. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları var. Bu da daha çox rəsmiyə gedib çıxır.
Hansı sözlərin təkrarından mürəkkəb sözlərin yaranması mümkündür? Şad-şad, şən-şən, sevincli-sevincli, şən-şən gülüşdülər. Bu da uyğundur. Qüssəli-qüssəli danışmaq, sakit-sakit danışmaq, yazıq-yazıq baxmaq. B. Təlaşla əzgin lal, əzgin-əzgin danışmaq. Məsələn, əzgin olar, amma digərləri heç olmur. Ayrı-ayrı məsələlər, sərin-sərin havalar yalnız olmur. Hündür-hündür binalar, acı-acı gülüşlər, yuxusuz sözü də olmur. Hansı nümunədə o əvəzliyindən sonra vergül qoyulmalıdır? O'dan sonra başqa bir deməli əvəzlik gəlib olmaz. Burada o biri ifadəsi mürəkkəb əvəzlikdir. O'dan sonra əvəzlik gəlib olmaz. O işin öhdəsindən nəinki bir adam, heç 4-5 adam da gələ bilməzdi. Hansı iş o iş? Burada işarə əvəzliyi də olmaz. O həmişə bütün qazancını 7 qəpiyini verirdi. Verirdi kim? O. Şəxs əvəzlikdə özündən sonra zaman zərfi gəlib qoyula bilər vergül. Modern dövlətin var olma səbəbi cümlədəki nöqtələrin yerinə uyğun nümunəni yazın. Adamdır, bir kəsdir, insandır, kütlədir, nəfərdir. Burada insan və kütlə sözləri çaşdıra bilər, amma insan demək daha düzgündür. Çünki insan deyəndə zaten bir nəfər nəzərdə tutulmur, bütün insanlıq nəzərdə tutulur. Mətnin üslubunun səciyyəvi xüsusiyyətlərini nəzərə almaqla nöqtələrin yerinə uyğun nümunəni müəyyən edin. Gördün də sözdür, gücə baxır, odun içində gedir, nə əvvəli var, nə axırı. Təəccübləndim, təəccüb etdim, heyrətləndim, ağzım açıla qaldı, heyran oldum. Verilmiş variantlardan bədii üsluba uyğun olan sadəcə budur, çünki bura bədii üslubda olan nümunə ilə zənginləşdirmək bizdən istənilir bu hissədə. Cümləni tamamlaya bilən nümunədir. Bəndlərin rəvan cırıltısına və küləklərin ahəngdar şappıltısına qoşularaq dənizin qoynunda o sanki özü üzürdü. Elə bil o özü dalğaları sinəsi ilə yarır, kiminsə üzməsindən danışır. Qayıq onun xoşuna gəldi. Qayıq nə əlaqə? Qeyri-ixtiyari kədərlənirdi. Əksinə hüzur tapdığı görünür kimdisə. Yəqin Ağgəm əsərindəndir. Dalğalar aramla şırıldayır, eyni vaxt ərzində eyni hündürlüyə qalxırdı. Dalğalar yox, biz bir insan haqqında danışsaq daha gözəl olar. Bir qayıqdır soyuq dənizdə, yarıya qədər suya batıb aramla gedən. Nədir bir qayıq olan? Kimi qayığa bənzədirik? Olmur. Suların təkanlarından silkələnib irəliləyirdi. Kiminsə sinəsi ilə dalğaları yarması və silkələnib irəliləməsindən danışa bilərik. Hansı nümunədə bədii üslubun xüsusiyyətləri daha qabarıqdır? Hər müəllif bugün bir cür, sabah başqa bir cür danışmaq, səhv etmək və ya tamamilə susmaq haqqına sahibdir. Maraqlı ifadədir, amma məcazlik çox ön planda deyil. Sürünü sevən gec-tez ona layla çalır. Baxın, sürü sözü və layla çalmaq ifadələri sizcə tamamilə məcazi deyilmi? Yəni, bu cümlə başdan başa məcazi üzərində qurulub və bədii əsərdən ola bilsin seçmə bir ifadədir. Qədim ailədə ata nə qədər qeyri-məhdud hakimiyyətə malik olurdusa, varis hesab olunan oğlun ona qarşı çıxmağa bir o qədər əsası olurdu. Bu da Sigmund Freud'in verilmiş deyək ki, cümləsidir və biz burada psixoloji bir təhlil görürük ailə haqqında. Burada nə kimi bir məcazliyi ciddi götürüb qəbul edə bilərəm ki, çox ciddi məcazlik yoxdur. Qismətə kor təbii inam bizi arzusunda olduğumuz perspektivləri həyata keçirməyə, alternativ variantları düşünməyə yox, olanları olduğu kimi qəbul etməyə yönləndirir. Bu da eyni formada. B-nin yanında sönük qalır bu ifadələr. Hətta burada digər ifadələr daha çox zəngindir, nəinki poetik ifadə. Özünə əmr edə bilməyən itaət etməlidir. Bu da maraqlı bir ifadədir Friedrich Nietzsche yaradıcılığından. Amma bizdən daha qabarıq istədiyi üçün yenə E, B-nin yanında sönük qalacaq. Cümlədəki mürəkkəb sözlərin sayını müəyyən edin. Mənim həyatım elə qurulmuşdu ki, öz qayda qanunumu dəyişmək marağında deyiləm. Qayda qanun. Zənnimcə sizin kimi yaşasaydım burada qala bilməzdim. Qala bilmək. Aə-dən sonra gələn bilmək feili adətən mürəkkəb feil olur. Hətta onu demirəm ki, indi yaşadığım kimi xoşbəxt yaşaya bilməzdim. Qayda qanun, qala bilmək, yaşaya bilmək 3. Üsluba görə uyğunluğu müəyyən edin. Qitə yerin xarici örtüklərini təşkil edən maddənin uzunmüddətli təkamül prosesində əmələ gəlmiş heterogen cismidir. Elmi. Şərqdə iki qüvvə üzə dayanıb, şərqi öz mənəvi yolunda saxlamaq istəyənlər və onu qərbin yoluna çəkmək istəyənlər. Publistik.
İndi o qarlar əriyib, o illər keçib, o qatarlar ötüb. Qatarların ötməsi artıq bunun bədii olduğu anlamına gəlir. Əsl söhbət sonra başladı, aralığa qəribə bir mübahisə düşdü. Hekayədən seçilmiş sanki cümlədir. Klassik qravitasiya nəzəriyyəsindən danışır, başdan ayağa elmi bir cümlədir. İsaac Newton cansıxıcı adam idi, digər alimlərlə münasibəti yaxşı deyildi və həyatının son illərini şiddətli mübahisələrdə keçirib. Deməli, bu da publistik üslubdur. İsaac Newtonun həyatı haqqında məlumat verir. Günəşin işığı günəşə yaxın ulduzları müşahidə etməyə mane olur. Burada da, yəni, biz bunu nə götürə bilərik? Bəli, günəş işığından danışır və müəyyən proseslərdən danışır, elmi götürə bilərik. Kainatın yüksək təfəkkürü nümayəndələri kimi meşəli döşlər özlərinin ağıl qardaşları olan yer sakinləri ilə açıq əlaqəyə girməyə hazır idilər. Deməli, verilmiş nümunəyə fikir versəniz, sanki burada bir qəribəlik var. Sanki yad planetinin insanlarla, yəni yer sakinləri ilə əlaqəsindən danışır və təbii ki, bu da bədii üsluba aiddir. Çünki bir hekayədən götürülmüş cümləyə daha uyğundur. Nəinki fərqli bir şey. Ümid edirəm faydalı oldu. Üslublar məsələsi biraz qarışıqdır. Burada gərək cümlənin harda işlənə biləcəyini təxmin edib fikir yürüdəsən.